bizi həkimlər yox, kənd təsərrüfatı xilas edib. Bu fikir səhiyyə iqtisadiyyatında və sosiologiyasında Makkeon tezi kimi tanınan çox məşhur və səsli küylü bir araşdırmaya istinad edir. Thomas Makkeon tibb dünyasına bir növ soyuqduş effekti yaşadan adamdır. Deməli, Makkeon İngiltərə və Uelsin 18-ci əsrdən 20-ci əsrə qədər ölüm qeydlərini araşdırır. Hamı elə bilirdi ki, insan ömrünün uzanması müasir tibbin və həkimlərin xidmətidir. Amma Makkeon sübut edir ki, ölüm faizləri hələ tibb inkişaf etməmişdən çox əvvəllər düşməyə başlamışdı. Məsələn, vərəm, tuberkulyoz kimi xəstəliklərdən ölüm halları effektiv antibiotiklərin və peyvəndlərin kəşfindən hələ 10 illiklər əvvəl kəskin azalmışdı. Yəni Makkeona görə ölüm hallarının azalmasında tibbi xidmətin rolu çox kiçikdir. Bəs bizi nə xilas etdi? Makkeona görə bəşəriyyəti 3 əsas faktor xilas edib. Birinci, kənd təsərrüfatının inkişafı. İnsanlar sağlam qidalanmağa başladılar və immun sistemləri gücləndi. İkinci, sanitariya, mühəndisliyin inkişafı, içməli su kəmərləri çəkilməyə başladı, kanalizasiya sistemləri quruldu və bu yoluxucu xəstəliklərin kökünü kəsdi. Üçüncü isə bunların bərabərində yaxşılaşan həyat şəraiti. Makkeonun araşdırması göstərir ki, cəmiyyət olaraq sağlam olmağın əsas səbəbləri sosial və iqtisadi şəraitdir. Sağlamlıq bir istehsaldırsa, onun əsas xammalı həkim deyil, qidalanma və yaxşı həyat şəraitidir. Əgər bir ölkədə insanlar sağlam qidaya çıxış əldə edə bilmirlərsə, ekologiya bərbad vəziyyətdədirsə, orada ən bahalı xəstəxananı tikmək də ölümü qaçılmaz eləyəcək. Makkeon bizə əslində ictimai səhiyyəyə və tibbi tədqiqatlara investisiyanın cəmiyyətin sağlam olmasındakı ən mühüm vasitə olduğunu göstərdi. Qeyd edim ki, 1970-ci ildən bəri Amerikada ürək xəstəliklərindən ölüm hallarının azalmasına qoyulan investisiya Amerikanın milli sərvətinə 1,5 trilyon dollar qazanc gətirib. Biz isə dünyada ürək-damar xəstəliklərindən ölüm hallarına görə birinci yerdəyik. Bəs bizim ictimai səhiyyə, insanların həyatının yaxşılaşması, sağlam və keyfiyyətli qidaya, suya, havaya çıxışın əldə olunması üçün hansı addımlar atıblar? Ən son ictimai səhiyyəyə hansı investisiya qoyulub? Niyə bizim səhiyyə iqtisadçıları və ictimai səhiyyə ilə məsul olan şəxslər bizim dünyada ürək-damar xəstəliklərində ölüm halına görə birinci yerdə olmağımızı problem etmirlər? Bu mövzuda deyəcəklərim bu qədər. Əgər bu tip videoları bəyənirsinizsə, videolarımı paylaşmağı unutmayın.